Azərişıq Açıq Səhmdar Cəmiyyətinin 10 illiyinə həsr olunmuş paylayıcı şəbəkələrin gənc mütəxəssisləri arasında yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsinin final turu Qarabağın gözəl güşəsi Hadrutda təşkil olunub. Yarışda Səhmdar Cəmiyyətinin regional enerji təchizatı və satış idarələri üzrə keçirilən regional turların qalibləri iştirak ediblər. Məlumat olaraq bildirilib ki, yarışların keçirilməsi mütəxəssislərin peşə bilik və bacarıqların daha da inkişaf etdirmək məqsədi daşıyır. Energetiklər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji sektorunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumatlar əldə ediblər. Həmçinin Azərişıq Açıq Səhmdar Cəmiyyətinin 5 il ərzində işğaldan azad olunmuş ərazilərdə gerçəkləşdiyi iri miqyaslı layihələr haqqında informasiya qazanıblar. Tədbirdə Azərişığın Qarabağda son illər həyata keçirdiyi yenidən qurma işlərini və yarışların finala qədər olan mərhələlərini əks etdirən videoçarxlar nümayiş olunub. Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual mərhələdə 11 komanda mübarizə aparıb. Onlar hər birinə 30 saniyə vaxt verməklə 50 sual cavablandırıblar. Daha sonra Özbəkistanda təşkil olunan Türk dilli dövlətlərin gənc energetiklər arasında peşə ustalığı yarışlarının qalibi və Grand Prix mükafatı qazanan Azərişıq Açıq Səhmdar Cəmiyyətinin komandasının nümunəvi çıxışı nümayiş olunub. Komanda 10 kilovatlıq dayaqda gərginlik altına düşmüş şəxsin azad olunması və ilkin tibbi yardımın göstərilməsi tapşırığını icra edib. Həmçinin Azərişıq Açıq Səhmdar Cəmiyyətinin laboratoriya idarəsinin operativ qrupu nümunəvi çıxışla yadda qalıb. Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər. Günün yekunlarına əsasən Şuşa, Lənkəran, Ağsu, Zaqatala komandaları 3-cü yerə layiq görülüblər. Qalib komandalara diplom və kubokla mükafatlandırılıblar. Azərişığın ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətinin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədi ilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək. Günel Fərzəliyeva, Rəsul İsayev, Səs TV xəbər. Bu çempionluq hissi həqiqətən də möhtəşəmdir. Şuşa komandası Kubokun qalibidir.